Hər vaxtınız xeyir. Bugün çox maraqlı bir mövzuya toxunacağıq. Təkamül təhlili dərsliyinə əsaslanaraq, gəlin görək təkamül düşüncəsi sadəcə keçmişlə bağlı quru bir hekayədir, yoxsa bugünümüzü anlamaq üçün əlimizdəki ən güclü alətlərdən biridir. Gəlin birbaşa mətləbə keçək və çox ciddi, çox aktual bir sualla başlayaq. Heç düşünmüsünüzmü, bəzi həyat qurtaran dərmanlar niyə bir müddət sonra təsirini itirir? Əvvəlcə möcüzə kimi işləyir, amma sonra sanki heç bir faydası qalmır. Axı niyə belə olur? Baxın, cavab sadəcə bircə cümlədən ibarət deyil. Cavab əslində elimdəki ən güclü analitik alətlərdən biridir. Bu bir növ, problemlərə baxışımızı tamamilə dəyişən bir düşüncə tərzidir. Gəlin indi bu alətin nə olduğunu birlikdə açaq. Yaxşı, bu böyük ideyanı anlamaq üçün ən yaxşı yol konkret bir nümunəyə baxmaqdır. Odur ki, gəlin cavabı bir virusun özündə axtaraq. Söhbət HIV virusundan və ona qarşı istifadə edilən AZT dərmanından gedir. Bu, təkamülün necə, deyərdim ki, gözümüzün önündə baş verdiyini görmək üçün əla bir nümunədir. Deməli, AZT dərmanı HIV-ə qarşı mübarizədə sözün əsl mənasında bir inqilab idi. Bir çox xəstə üçün əsl ümid işığına çevrilmişdi. Amma təəssüf ki, bir müddət sonra həkimlər çox narahat edici bir mənzərə ilə üzləşdilər. Dərman getdikcə təsirini itirirdi. Sanki əvvəlki gücü yox idi. Belə olan halda əsas sual ortaya çıxır. Bəs nə dəyişirdi? Problem dərmanın özündə idi, yoxsa virusun özü dəyişirdi? Və cavab, bəli, məhz virusun özü idi. Hər bir xəstənin bədənindəki HIV populyasiyası dərmana qarşı müqavimət qazanırdı, yəni təkamül edirdi. Təsəvvür edin, təkamül prosesi real vaxt rejimində bir insanın bədənində baş verirdi. İnanılmazdı, elə deyilmi? Yaxşı, əgər virus təkamül edirsə, bu proses necə işləyir? Gəlin indi təkamülün mühərrikinin içini açaq və onun iki əsas hissəsinə baxaq: variasiya və seçmə. Hər şeyin mərkəzində Darvinçi uyğunluq deyilən bir anlayış dayanır. Yeri gəlmişkən, bu heç də həmişə ən güclü olanın sağ qalması demək deyil. Daha çox öz mühitində sağ qalıb, nəsil artırmaqda ən uğurlu olan fərd deməkdir. Yəni, kim öz genlərini növbəti nəslə daha effektiv ötürə bilirsə, o daha uyğundur. Baxın, bu prosesi iki hissəyə bölə bilərik. Birincisi mutasiyadır, yəni mənbə. Bu, tamamilə təsadüfi baş verən DNT dəyişiklikləridir. Bunlar təkamül üçün, belə deyək, xammal yaradır. İkincisi isə təbii seçmədir, yəni filtr. Və bu heç də təsadüfi deyil. Bu filtr yaranan bütün o variantları ələkdən keçirir və yalnız mühitə ən yaxşı uyğunlaşan, faydalı olanları saxlayır. Yaxşı, indi gəlin bu məntiqi HIV nümunəmizə tətbiq edək. Baxın necə işləyir. Birincisi, HIV dəlicəsinə sürətlə mutasiya edir, yəni daima yeni virus versiyaları yaranır. İkincisi, AZT dərmanı səhnəyə çıxır və bir növ ətraf mühit təzyiqi yaradır. Üçüncüsü, təsadüfən elə mutasiyalar olur ki, bəzi viruslar bu dərmana qarşı dözümlü olur, onlar sağ qalır. Dördüncüsü, sağ qalan bu müqavimətli viruslar çoxalır və öz super güclərini yeni nəsillərə ötürürlər. Və nəticə, 5-ci addım, zamanla bütün virus populyasiyası məhz bu dərmana davamlı olanlardan ibarət olur. Proses bu qədər aydındır. Və buradan çıxaracağımız ən vacib nəticə nədir? O da budur ki, təkamül sadəcə uzaq keçmişlə, dinozavrlarla bağlı bir hekayə deyil. Xeyr, o, elə indicə bizim dünyamızı formalaşdıran, canlı, dinamik bir qüvvədir. Yaxşı, biz bu məntiqi viruslar kimi kiçik miqyasda gördük. İndi isə gəlin eyni düşüncə tərzini daha böyük bir mənzərəyə tətbiq edək. Viruslardan tutmuş onurğalılara qədər. Gəlin ümumi keçmişimizin izlərini axtaraq. Həmin məntiq virusları izah edirsə, bəs daha böyük şeyləri izah edə bilərmi? Məsələn, bir insan qolu, bir pişiyin ayağı və ya bir balinanın üzgəci. Bunlar niyə əslində eyni təməl quruluşa malikdir? Funksiyaları tamamilə fərqlidir, amma sanki hamısı eyni çirtyojla hazırlanıb. Niyə? Cavab çox zərif bir sözdə gizlənib, homologiya. Nə deməkdir bu? Fərqli növlər arasında gördüyümüz oxşarlıqlar, əgər onların ortaq bir əcdadından miras qalıbsa, buna homologiya deyilir. Yəni bu, təsadüfi bir bənzərlik deyil, bu bir ailə yadigarıdır. Gəlin bu cədvələ baxaq. Bu, hər şeyi aydınlaşdırır. İnsanın, pişiyin, balinanın və yarasanın ətraflarına diqqət etirin. Yuxarı qol sümüyü, hamısında eyni. Sait sümükləri, hamısında eyni. Bilək və barmaq sümükləri, yenə eyni təməl plan. Fərqli məqsədlər üçün modifikasiya olunsa da təməl quruluş eynidir. Bu da onların hamısının ortaq bir dördayaqlı əcdaddan gəldiyinin ən bariz sübutlarından biridir.
Hətta biz bu ortaq keçmişin kabuslarını embrionların inkişafında da görə bilirik. Çox maraqlı bir nümunə. Toyuqların bildiyimiz kimi 4 barmağı var. Amma onların embrionları inkişaf edərkən çox qısa bir müddətə əcdadlarından qalma 5-ci barmağın təməli yaranır, sonra isə yoxa çıxır. Bu, genetik yaddaşın bir izidir. Yaxşı. Bütün bunları bildik. Viruslar, sümüklər, embrionlar. Bəs bunun bizə, bugünümüzə nə xeyri var? Məhz bu sualın cavabı çox vacibdir. Çünki təkamül düşüncəsi sadəcə keçmişi anlamaq üçün deyil, bugünün problemlərini həll etmək üçün əvəzolunmaz bir vasitədir. Düşünün, antibiotiklərə qarşı müqavimət qazanan bakteriyalarla mübarizə, pestisidlərə dözümlü hala gələn həşaratlar, effektiv peyvəndlərin hazırlanması, nəsli kəsilməkdə olan növlərin xilas edilməsi, hətta insan genetik xəstəliklərinin kökünü anlamaq. Bütün bu müasir problemlərin həlli məhz təkamül təhlilindən keçir. Bu sadəcə sözlər deyil. Baxın bu rəqəmə 400-dən çox. Bu pestisidlərə, yəni kənd təsərrüfatı zəhərlərinə qarşı müqavimət qazanmış həşarat və gənə növlərinin sayıdır. Bu təkamülün cibimizə, süfrəmizə birbaşa təsiridir. Mənbə dəstəyin özündə də çox gözəl bir cümlə var. Sınanmamış fərziyyələr yaxşı bir hekayədən başqa bir şey deyildir. Bu cümlə əslində bütün məsələnin açarıdır. Təkamül təhlili hekayə uydurmaq deyil, hər bir iddianı sübutlarla, dəlillərlə sınamaq deməkdir. Və bunun daha dərin bir mənası da var. Başqa bir statda deyilir ki, təkamül düşüncəsi qısa yolları, asan həlləri rədd edir. Əslində, bu bizə uğurun sirrinin hiyləgərlikdə yox, zəhmətdə, gərgin çalışmaqda və elmi bilikdə olduğunu xatırladır. Bu, təkcə elm üçün yox, ümumiyyətlə həyat üçün çox dəyərli bir dərsdir. Yaxşı, gəlin yekunlaşdıraq və bu sual üzərində biraz düşünək. Bəs öz həyatımızda, cəmiyyətimizdə qarşılaşdığımız hansı problemləri bu təkamül süzgəcindən keçirsək, daha yaxşı anlaya bilərik? Bu düşüncə tərzi bizə hansı yeni qapıları aça bilər? Bu, sadəcə bir biologiya mövzusu deyil, bu dünyanı anlamaq üçün güclü bir baxış bucağıdır. Üzərində düşünməyə dəyər.